Herkese salam dostlar. Mən demişdim ki sizə mən danalara yemimi verdim. İndi isə o yemi verdikdən sonra siz nə oldu? Mən bütün bu qab dolsun deyənə o qədər yem elədim ki. Yəni o necə yem olduğunu görsənir indi. Gördüyünüz kimi bir vedrə doldurdum da. Bir bundan tök, bir bundan tök, bir bundan tök. Ne bileyim bir bundan tök, bir buradan tök. Bir bundan tök, bunu gösterdim size. Bakın. Bunun içinde sonra oxlanmış. Bəli. Deməli bu qədər yemək düzəltmişəm indi. Birazcık verəcəm. Deməli dostlar verdim. Gördüğünüz kimi yaponkamız yiyir. Belə dostlar bir də bunlar nə idi onu sizə göstərim dostlar. Bundan yeyirlər. Bir də mən atdığımdan indi məsələn bunlardan da verə bilərəm. Gəlsinlər, gəlsin. Qoyun içsinlər dostlar. Bundan da belə çörək xırdalanmışı var. Sulu deyil. Bunu yeni düzəldən işte. Məsələn baxın. Ötürüyü çıxqan buradan. Çıxqan belə götürür. Gəlik götürdüyümüz şey qabı tökürük. Böyle bərk olanları bırakırıq. Bu qabı tökürük. Ondan sonra su tökürük belə. Bəli, su tökürük. Sonra bunları əzirik. Bu düzəltdiyim yemlərdən qoyuruq. Belə məsələn. Bunlardan qoyuruq, belə qarışdırırıq. Və belə bir yem halına gəlir. Bunu ən çox danalar yeyir. Danalarınıza, mallarınıza verə bilərsiniz. Belə. Bugünkü videomuzda sizinlə sağollaşmadan əvvəl ilk öncə bunu mallara verəcəyik. Malları mən buradan verməyəcəm, sadəcə belə çəkmək istədim. Çünki buradan versəm yeyə bilməyəcəklər. Mən bir mallara verəcəm, ona görə sağollaşın.